Başladık milletim Azerbaycanlılar. Başladık. Bugün dekabr ayının 20'sidir da ha? 21'i. Ay yok be. Her az bir şey demeyin lan indi. Cemaat diyecek ki bunlar hiç aynı tarihini bilmirler. İngilab eləmək istəyirlər. Ha kişi, biz hak yolundayıq. Biz şerefli yoldayıq. Biz bir namuslu yoldayıq. Biz Azerbaycan'ın çiçəklənən gələcəyini, demokratiyasını, azadlığını, bol insan hakları olan devletinin yaranması için bu meydanlarda Avrupa'da yaşadığımıza göre bizi gınayanlar varsa onlara diyek ki niye bizi gınayırlar? Bak her birinizden soruşacağım. Öz informasyonunuzu deyin. Hollandiya'da, bu küçük Hollandiya'da 18 milyon əhalisi olan Hollandiya'da neçə min Azerbaycanlı yaşayır? Öz informasyonunuzu. Sende olan informasyon. 3-4 bin dolar. Ha? Ben de 3-4 bin. Ben bildiğim 10 binden yukarıdır. 10 binden yukarıdır ha? Sen ne diyorsun? 10 binden yukarı. Evet 10 bin. 15 bin Azerbaycanlı yaşıyor Hollanda'da. 15 bin. Yani bence de 15 bin Azerbaycanlı. 10-15 bin. Sende olan informasyon. 15 bin. Mende olan informasyaya göre, bak eşidin, 16.700 Azerbaycanlı, 16.700 Azerbaycanlı ve onlardan 95%'i siyasi muhacir olarak Hollandiya Krallığında yaşayır ve oturum alanları var, almayanları var. Bu başka mesele. Oturum almayanlar hiç min olmaz yani. Bütün şeyleri geçsek, siz deyin. Bütün kampları, azaseleri geçsek, heresinden 20-30 Azerbaycanlı çıkar. Bunun da olsun 50 kampı Hollandiya'da. Yani oturumlu ve başka yollarla da gelenler var. İşçi kimi az bir faiz olar işçi. Çünkü Hollandiya Azerbaycan'dan işçi almır. Yol, evlenerek gelenler var. Yani buna göre demek isteyirim ki, dedim ki biz bu meydandayıq, Hollandiyadayıq ve bununla fəxr edirik. Meydana çıkıp bu şerefsiz sülaleye, bak bu şeytan KGB generalı şeytan Heydər Əliyev gözlerine bakın. O gözler şeytanda da yoktu. Yani şeytana 5 defa təpik vurar. Ve bunun bu silikon tepe mehri xoş nənəsi ve bunun bu mırtıkız, bunun bu gözüne bakın narkoşa gözüne okşuyor. Fikir ver ve bunlara karşı biz mübarize aparırıq. Ve bize lağ eləyirlər ki, bazı şərəfdən kəmlər, namusdan kəmlər. Lağ eləyirlər ki, 5-10 nəfər yığışmışsınız ora. Bu 5-10 nəfərin ailesini, her birisinin ailesini benim aileme ettiği kimi İlham Əliyevin o küçükleri terör edirlər. Yani hani bəs bu 15 min, 16 min Azerbaycanlı eğer deyirsiniz asandırsa Avrupa'dan danışırsınız. Hani bunlar? Ve bu 16 min Azerbaycanlı hani? Hiç yaxşı benim yanıma gelmesinler. Desinler ki Orduxan pistir. Gelmesinler. Ve bu Hollandiya'nın en balaca şehri ne bileyim Groningen'di. Groningen yani bilirsiniz de provinsiyanın başkendidir. Şimaldadır. Orada böyle 5-6 min Azerbaycanlı yaşayır. Yani yığışsınlar da eğer Azerbaycan halkının derdini çekirlerse yığışsınlar da niye yığışmırlar? Niye bizim kimi 10 nefer yanlarına 5 nefer yanlarına yığsınlar çıksınlar da ve böyle plakattaki düzdür bunun 600-700 avro kıymeti var. Kıymet olan vakti. İndi kıymetler kalkıp resesiya zad olup indi bizde devalvasiya olup. Bunun vaktinde yani biz bunun kimi eləməsinlər elə bak bunun burnu kadar bu mırtıqə silxozun burnu kadar bir tane plakat alsınlar ellerine ve hakkı bozulan Azerbaycanlılara karşı yani Avrupa'dan şerefli namuslu bir mübarize metodu koysunlar ortalığa ki yani doğrudur okey. Biz mübarizemiz yine bu Avrupa'da biz az Ermenilere karşı Qarabağın alınmasına karşı işgala karşı ben Orduxanın yüzlerle mitingi var. Berlin'den tutmuş Den Haag'a kadar Brüksel'e kadar Fransa'dan da sonra Amerika'da ben eləmişəm. Ve artık o yere direnmişti ki İlham Əliyev Rusya ile danışıklara gidip pullar ödeyip Qarabağ'ı almalıydı ve bunun karşılığında da bizim 3000'den 4000'e yakın
3000'dən 4000'ə yaxın şəhidimiz oldu. Yəni övladlarımız öldü. Amma bugün bəzi şərəfsizlər şəhidlərimizi unudub İlham Əliyev aldı. Dəmir yumruq belə getdi. Çünki yaltaqsınız, şərəfsizsiniz və bunu unutmayın. Onu deyənlərə deyirəm. Və buradan mən indi çox danışdım. Çünki giriş 5 dəqiqə olmalıydı. 5 dəqiqə oldu, olmadı. Heç bilmirəm. Çünki sonra mən bu videonu download edib paylaşmalıyam. Facebook artıq canlı yayınları bir aydan çox saxlamır, silir. Ona görə mən uzun olanda sonra onu yenidən download edəndə biraz alınmır. Ona görə də kəsməli olurum. Çünki istəyirəm ki bizim aksiyamız davam etsin, bizim aksiyamız dəyərli olsun. Xalqımız, Azərbaycanlılar, şərəfli vətəndaşlarımız xaricdə, daxildə fərqi yoxdur. Bundan bir nəticə çıxartsınlar. Yəni özümü tərifləmək olmasın dostlar. Mən artıq 15 ildir meydandayam və geri çəkilmişəm kişi kimi deyil. Fərqli formalarda mübarizə aparmışam. Amerikanın kongresinə qədər gedib çıxmışam. Və sözümü çatdırmaq, səsimi çatdırmaq, Azərbaycanlıların səsini çatdırmaq. Və məni tanıyan Azərbaycanlılar artıq dünyanın harasında olur olsun, bilirlər ki, mən nə siyasi mühacir olmuşam, nə də ki, mənim nəyəsə ehtiyacım var. Kişi kimi deyin. Kiminsə yanında eşitmişsiniz ki, Orduxan kimdənsə nəyəsə istəyib və nəyəsə ehtiyacı var. Mənim heç nəyə ehtiyacım yoxdur. Allah hamıya qismət eləsin. Hamını heç kimdən asılı etməsin. Amma bu mübarizə şərəf namus mübarizəsidir, xalq mübarizəsidir, ədalət mübarizəsidir, dövlət mübarizəsidir. Hər hansı bir şpaklyak İlham Əliyev kimi qumarbaz, debil gəlib hakimiyyəti atasının hesabına, KGB generalının hesabına Azərbaycanı ələ keçirib onu istədiyi kimi yerlə yeksan edə bilməyə razı ola bilmərik. Biz olaraq onun tayı. Ona görə də ürək sözlərini qısa şəkildə xahiş edirəm xalqımıza çatdır. Arkada hot-doglar biraz bu tərəfə çəkil, deyirlər ki, nə hot-dogdan biraz belə gözəl olsun. Fərman bəy, buyurun. Ürək sözlərinizi qısa şəkildə. Neçə illərdir ki, bu sözləri deyirik, yorulmuşuq biz təkrar eləməkdən. Amma məcburuq. O vaxta qədər ki, bu hakimiyyət doğrudan da bəlkə bir nəsə bir nəticə çıxartdı. Hələ ki, gec deyil. O artıq gecdir. Yenə də bu sosial vəziyyət, iqtisadi vəziyyət, siyasi vəziyyət o qədərini gəlib kritik bir duruma çatır ki, baxırsan ki, yəni bu düzəlmir, heç də düzəlmir. Günü gündən də pisə gedir. İnsanlar o qədər sıxılıblar ki, Azərbaycanda, çörəyə möhtac olurlar. Yəni bu çörəyə möhtac olan insandan yəni ki, nə gözləmək olar ki, neynəsin bu yazıqlar ki, səhər çıxıb indi deyir ya yığışsınlar. Valla yığışmağa halları da yoxdur. Yox, 90-cı illərdən bunlar körpə altında qul bazağı. Bu nə vaxt yığışır? Dünya dəyişib 21-ci əsrdə yenə bunlar hələ bu insanlara sən nə etmək istəyirsən? Ay şərəfsiz. O gün baxırıq ki, o yenə bir zavodun işçilərini, yetimlər yığışırlar, bağlayırlar. Hamısı 500 manat, 300 manat maaş alan insanlar. Onlar da yenə ağlayırlar ki, hara gedəcəyik, neyniyəcəyik? Yəni. Sən yeni yerlər açmaqdansa, heç olmasa köhnələrə dəymə. Sərhədləri bağlayıb, Gürcüstandan gedib 500 manat qazananlar, İrandan, nə bilim Rusiyadan. Ya bu adamın təyyarəyə verəcək pulu varsa bu niyə getsin oradan 5 manat alver eləsin, gətirsin Azərbaycan? Sən bununla nə etmək istəyirsən, ay şərəfsiz? Dünyada qutarır bu söhbət, bizdə karantindir yenə də. Nə karantin? Nə karantin zaten elə deyir, belə deyir. İstəyirsən uç təyyarəyə get. Buyur Şakir bəy. Azərbaycanda vəziyyət belədir ki, qardaş, dövlətə qarşı, hakimiyyətə qarşı nəsə deyirsənsə, sən avtomatik olsan ekstremist. Yəni belə. İlham Əliyev dövləti qoyub avtopilota qoyada deyəndə ki, özü kef eləyir, dövləti verib bir dənə callada, Vilayət Eyvazov adında callada, deyir ki, kefin istədiyini elə, pulunu yığ və yəni milləti istəyirsən öldür, istəyirsən qaldır, nə eləyirsən elə. Yəni mən də öz kefimdə olum. Onun sübutlar da odur ki, bu yaxınlarda gördüyünüzdə polis maşını 3 dənə uşağı öldürdü, üstünü bastırdılar. Neçə dənə cavanları meyitlərini tapırlar orada, burada. Narkomaniya baş alıb gedir. Çünki narkotik alverçilərin hamısı bunun nazirləridir. Əlbəttə. Yəni 10% lüks həyat yaşayır Azərbaycanda, 90% də sürünür. Yəni elə bir iki dənə fərqli dünya yaşayır Azərbaycanda. Baxırsan başqa videolara ki, ağbirçəllər, ağsaqqallar deyirlər ki, axırıncı dəfə bilmirik ki, əti ha vaxt yemişik, nə vaxt ət yemişik. Sonra da baxırsan küçənin bu tayına, bu tərəfdə də Lamborghini. Elə bir ki, bir küçə bir dənə Monacodur.
bir tərəfi də elə bil ki, o Əfqanistan. Əfqanistandır yəni. Sonra millət İlham Əliyev bunu nəyə görə eləyir? Çünki görür ki, xalq susur. Xalq yəni gigabaytı güclüdür da bu xalqın. Hər şeyi boynuna alır. 500 milyona. Xalq neynəsin? Xalqı hər cür terrora məruz qoyulur. Xalqın ailəsinə girirlər, körpəsinə toxunurlar, qadınına toxunurlar. Bu qədər namussuzdur. Sonra da bizə deyirlər ki, üzr istəyirəm. Sonra da bizə deyirlər ki, siz mənə deyə bilməzlər, qələt eləyirlər. Mən heç vaxt efirimdə söyüş söyməmişəm. Söyüşçül müxalifət. Sənin qadınına toxunurlarsa, bu söyüş deyil, səni susturmaq üçün. Sonra deyir, niyə təhqir eləyirsən bizim hakimiyyəti? Bax, bu yaxınlarda 500 milyona getdi, otel aldı. Bilmirəm, qızı aldı. Yox, özü nəvəsi aldı. belə keçib restoran açır şəhərin Elə mərkəzində. ona gətirmək istəyir. 500 milyona getdi, mandalin adında otel aldı. Türkiyədə. Xalq səsini çıxartmadı. Nəvəsinin 14-13 yaşı var. Gedir neçə milyonluq Bakının ən bahalı yerində kafe, restoran açır. Nə ilə açır? Bilirsiniz nə ilə açır? O uşaq pulu ki vermirlər sizə. O pullarla açırlar qardaş. Sabah müharibə yenə olanda o quru çörəklə böyüyən uşaqlar yenə gedəcəklər müharibəyə. Bu birincisi. Sonra xalqın yarısı sevinir ki, bəs bu yaxınlarda dünəndən biz başladıq Ermənistana neft verməyə. 3000 dənə şəhid torpağın altında sümükləri qalıb. 3000 dənə şəhidin. Nəyə görə onlar canlarını verdilər? Nəyə görə canlarını verdilər? Bu Ermənistana neft verməkdə ötəri. Nəyə sevinirsiniz? Sevindiyiniz nədir yəni? Vallahi mən bir tərəfdən xalqı başa düşmürəm. Ya bu İlham Əliyevin adamları, trolları da buna sevinirlər. Yəni əməlli başlı bespredel gedir qardaşlar Azərbaycanda. Yəni. Bu qədər. Buyur qardaşım. Qısa şəkildə fikrini bildir. Azərbaycandakı ədalətsizliyə qarşı biz burada xalqın səsini ucaldırıq. Amma haqq, ədalət mütləq qalib gələcəkdir. Maşallah. Allah Azərbaycan xalqına kömək olsun, yardımcı olsun. İnşallah ki, birləşib qalib gələcək. Mütləq yəni haqsızlıq, ədalətsizlik, diktatura, şərəfdən kəm bir ailənin dövlətin başında durması bütün tarix boyu, bütün bu keçən 30 ildə, 35 ildə göstərdi ki, bunların dağılması labüddür. Labüd. Buyur Əli, gənc qardaşım. Yəni açıq aydın sistem xalqa düşmən kəsilir. Yəni xalq üçün bir iş yerləri zad açmaqdan gedir polislərin maaşını qaldırır ki, yaxşı döysünlər. Yəni bilmir də nə edir. Yapışıb ki, yəni polislərlə xalqı susturacaq. Polis sistemindən elə birinci düşmənidir. Bəli. Yəni elə o polislər onun başına oynar. Bunu yəni tarix göstərir. Çauşeskunun arvadı Helena ilə Mikhail Çauşeskunu ən yaxınında olan bodyguardı güllələdi. Özü də publisli videoya çəkirəm. Buyur. Adın nədir? Söyle. Zamik. Diktatura rejimi daha bizi yığıb boğaza. Da millətin Ölkədə adam qalmayıb. Vallahi. Həqiqətən qalmayıb. Da necə deyim, polis sistemi millətə düşməndir. Yəni milləti susturmaqdan ötürü əllərindən nə gəlir edirlər. Cəmaatı yığırlar boğaza. Təhsil sistemin deyəsən, səhiyyə sistemin deyəsən, məhkəmə sistemin deyəsən, hansı sistemi deyəsən bilmirsən. O qədərdir ki, problem saysam qutarır. Saymaqla bitmir yəni. Həqiqətən. Yəni ölkə bir xaos içindədir və İlham Əliyevin bu xaotik rejimindən bəhrələnən bir sürü küçük onu ayaqda saxlayır və hər şey yaxşıdır, bəhbə eləyir. Yığıb boğaza. Həqiqətən yığıb boğaza. Qara cəmaatı yəni minirlər. Nə gənci var, nə yaşlısı var, nə uşağı var. Qadını var, nəyi var, hamısının ölkəni xaosa büküblər. Buyur qardaşım. Salam, dostlara da salam verirəm, bax, tamaşaçılara da salam verirəm. Bir mövzu ilə bağlı toxunmaq istəyirəm. Əsas bax ki, Azərbaycanda bu dəqiqə gündəmdə olan ictimai siyasi mövzulardan biri Rusun adamı deyə bir böyük şou proqram yaradıb İlham Əliyev və toplayır ətrafından yığır bu Rusun adamıdır. Biraz mükəmməl, çöldüyük ona görə. Ramiz Metiyevə işləyir. Böyük bir şou yaradıb, özü ayaqda qalması üçün bir imic yaradır. Mən demək istəyirəm ki, bu şouya artıq cəmaət qarnı toxdur, heç kim inanmır. Sən əgər Rusun adamı deyə kimisə həbs edib özü Həbs qorumaq... etməyib axı heç. Həbs Yəni etməyib. şou yaradıb. Şou böyük bir yaratmışsa şou. cəmaatın hamısını yığmısan Əgər içəri. o şounu yaratmaq istəyirsənsə, birinci başda Milli Məclisdən Siyavuş Novruzov deməli, xanım sədr var. Ondan yapmış Primakova böyük tədbir keçirdi, ad gün tədbir keçirdi. Nəcibullahdan medal alan Siyavuş. Kommunist Milli Nəcibullahdan. Məclisdə spiker, Rusa ad günü keçirdir, Primakova ad günü keçirdir, Rusun adamı olmur. Amma şou xarakterli sən Rusun adamı deyə milləti toplayır. Yox, indi bir şey də gəlim. Sənin ailəndən həm arvadın, həm qızın Leyla
Putinlə şəxsən medal alıblar. Hamısı alıb. Qaytarıb niyə vermirlər? Bu Fransa söhbəti edəndə də bunu mən neçə dəfə təkrar elədim. Deyirdi ki, Moskva bizim ölkəmizdə təxribat yaratmağı istəyir, təxşiş yaratmaq istəyir və dövlət bizim şərəfli dövlətimizi devirmək istəyir və ona görə də bu medalı çırpın Putinin başına. Siz müxalifət tərkibində olan müxalifətçilər var, partiyalı sədrlər var ki, hamısı bu dəqiqə heç biri çıxıb sözünü deyə bilmir, heç nə demir. Yəni oradan başlamaq lazımdır. Rusiyanın qabağında özün fərağatlayıb durmusan, amma Rusun adamı deyib hamını yığırsan içəri. Amma bunun hamısı yəni bunun özünün yaratdığı şoudur və bunun hamısı onu göstərir ki, bunun yaratdığı bütün insanlara bəzi müxalifət yaradıb, onlar ayaqda qalmalıdır. Bu onun müxalifət kimi bu xalqa sırmalıdır. Və sırıyır da, bacarır da. Burada şey dəyişəcək, insanlar dəyişə bilər, tutula bilər, həbs ola bilər. Amma mövzu qalacaq, mövzu eyni qalacaq. Burada yəni bir şoudur. Yəni şouya alınmır. Buyur qardaşım. Belə hər kəs salamlayıram və bəzi insanlar var ki, bizi buradan izləyirlər, onlara bildirmək istəyirəm ki, bu gün bizim burada olmağımız, bu gün bizim meydana çıxmağımız, o deməkdir ki, biz mübarizə aparırıq, qorxmuruq və istəyirik ki, siz də biləsiniz ki, burada mübarizə aparmaq sizin üçün bir gələcək deməkdir, sizin üçün uğurlu bir gələcəyin başlanğıcı deməkdir. Siz bu yollara çıxmasaz, bu hakimiyyət İlham Əliyev elə öz bildiyini eləyəcək, öz yolu ilə davam eləyəcək, bizim analarımız, bacılarımız, bizim ailə üzvlərimiz əziləcək, təhqir olunacaq. Bütün günü də televizorda saxta müxalifətlə, nə bilim, oyunlar quracaqlar, sizin də beyninizi yuyacaqlar televiziyada, manipulyasiyadır da, hamı televizora baxır, hə, Azərbaycan əladır, superdir, İlham Əliyev, nə bilim, əladır, amma elə deyil də, yəni siz bunları görmürsünüz. Sizin gördüyünüz hamısı qondarma, saxta məlumatlardır, hamısı uydurulmuş hekayələrdir, müxalifət də oyundur, hamısı özlərinin oyunlardır. Orduxan demişən, öz adamlarını qoyublar oraya kukla kimi. Siz də deyirsiniz ki, onlar da olmalıdır orada. Belə deyil, elə deyil. Əslində həqiqət gizlənir, həqiqət siz görmürsünüz. Həqiqət göz qabağında deyil. Göz qabağında olan həqiqəti biz sizə danışırıq ki, başa düşün. Vəziyyət budur. Get-gedə pisləşir. Gələr bundan da pis olacaq. 5 ildir mən eşidirəm, hər il deyirik ki, belə olacaq, belə olacaq və hər şey olduğu ki, dediyimiz kimi də olur. Vəziyyət pisləşir, xalq əzilir, günü-gündən imkanlar azalır, cəmaət kənddə su tapa bilmir, rayonlarda aclıq, səfalət, Bakı kimi paytaxtda cəmaət iş tapa bilmir, yaşayış qura bilmir. Nəyə görə? Çünki hamımız susuruq. Susmaq bizim axırımızı gətirəcək. Susmaq lazımdır. Və məsələ burasındadır ki, bu çox vaxtı bizi qınayırlar. Gəl oturmuşsunuz. Okey də, siz Azərbaycan, bunu milyon dəfə demişik də. Okey, siz Azərbaycanda oturmuşsunuz, problem yaranır sizin üçün, ailəniz üçün, üzünüz qaralır, nə bilim, şər böhtən atırlar. Bu öz yerin. Bu Avropada, adicə Avropa, Amerika, Hollandiyada 15 min, 300 mini keçib Avropada yaşayan mühacir, bu rejimdən qaçmış mühacir. Yəni bizim millətimiz bu qədər mi saxtakardır? Nədənsə ya satılırlar. Mən belə düşünürəm ki, ya satılırlar ya da ki, nə bilim. Ya da ki qorxmaq deməzdim də, yəni mən də buradayam. Yox. Mən də buradayam da, mənim də ailəm var, Yəni. mənim də anam var, mənim də bacım var. Qorxmaq üçün mən niyə qorxmuram? Yəni və biz bunu Mən də edirik. cəsarət- Mənə deyirlər ki, sən ailəni qoymuş. Mən ailəm üçün də edirəm də. Mənim ailəm yaxşı yaşayırsa, mənim ailəm yaxşı yaşayırsa və sonda onları, mənim ailəmi, mənim apardığım, özdəki mən heç kimi ki təxşişə çağırmıram ki, mən mübarizəyə çağırıram insanları. Və məni buna görə, Avropada yaşadığım və Avropada apardığım mübarizəyə görə mənim ailəmi terror edirsə bu sülalə və mənim ailəm bundan razı qalırsa, demək mənim ailəm də bədbəxtdir da və elə mən əsas onlar üçün də mübarizə aparıram ki, yəni bunu anlamırsan ki, mənim mübarizəmə görə səni o ölkədə terror edirlərsə, demək bu ölkədə durum yaxşı deyil. Mən də buna görə mübarizə aparıram ki, bu olmasın. Ukraynada belə durum yoxdur. Yox. Buyur Elmi. Azərbaycan xalqı bugünkü gündə susmağı tərcih edir. Deyirlər ki, susaq, başımız ağrımasın. Amma görür ki, ailəsinin yanında olsun. Amma görür ki, oğlu gedir məscidə, oğlunun məsciddə bilir ki, oğlu namaz qılır. Görür ki, bölmədən zəng gəlir, oğlunu İran kəşfiyyatı adlandırır. Oğlu gedir dostlarından görüşür. Kafede oturur, deyirlər ki, narkomanlıq eləyir. Oğlu götürür Orduxanın videosuna baxır və yaxud da bir Like qoyur. Avropa agentidir. Yəni görürsən ki, ailəvə də sahib çıxa bilmirsən. Nəyə görə hamımız susuruq. Bəziləri mən deyirlər ki, elə işlədiyim yerdə Avropada Azərbaycanlılar deyirlər ki, çıxırsınız Orduxanın yanına nə olur? Göyə çıxanda nə olur sizə? Yaxşı, susanda nə olur? Yox, gör nə qədər debil olasan ki, nə olur deməlisən. Bəs mübarizə nədir? Sabah desək ki, filan şeyi əla al, çıx meydana, deyəcəklər ki, xalqı
təxribata çağırır. Və nə olmalıdır? Yaxşı. Siz Siz nədən razı qalacaqsınız? Mübarizə aparan insanlara, illərdir meydanlarda haqqı danışan insanlara siz hörmət etmirsiniz. Onlara yüz cür ləkə, şərəfsizcəsinə boyama işləri aparırsınız. Və axırı nə olacaq? Nə olur onda? Heç nə də olmur. Ona qalsa deyirsiniz bura çıxıb 2 saat yol gəlmişik bura. Orduxan uzaqdan, hərə bir yerdən gəlir. Soyuğun günü bir xadnoyumuz var, oturardıq Haqqı evimizdə. deməyə gəlmişik də, Bizə ədaləti lazımdır. deməyə gəlmişik də. Əlbəttə ki, amma deyirlər ki, çıxıb danışmaqla. Danışmalıyıq da, ayağa da qalxmalıyıq da. Əlimizə pendiri də almalıyıq. Hər nə şeyi bilim. almalıyıq. Bu hakimiyyət getməyənə qədər bizim qapımız Orduxanın sözü olmasın. Bir Dövləcək. dövlət. Hamının da yaradıblar axırıncı nə müxalifət, bilmirsən müxalifət nə məsələdir. Neçə ildə hakimiyyətdədir, ortada heç nə yoxdur. Çıxana belə ad qoyursunuz, danışana belə ləkə. Danışmayana belə qoyursun. Bu Azərbaycan xalqı özü fikirləşməlidir ki, bu belə getməyəcək. Getdikcə də daha pis olur. Siz deyin, xalq olaraq siz deyin, biz Bir də misal söz- çəkimindi. Deyir, nə oldu, nə oldu? Bax biz danışırıq. Neçə illərdir danışırıq bu hakimiyyətə qarşı. Heç bir nəticə yoxdur. Adicə Qarabağdan 30 il danışıqlar apardılar, heç bir nəticə vermədi. Əskərlər ayağa qalxıb silahlanan kimi Qarabağ qayıtdı. Bizim dövlətimiz təhlükədədir bu saatı. Çünki bu sülalə 35 ildə atası da hələ Sovet vaxt 55 ildir Azərbaycanı soyub talayır. Biz də danışırıq. Bu hakimiyyətin tulaları da deyirlər nə olsun. Axırı bilirsiniz da nə olacaq. Qarabağla mən sizə misalı gətirdim. Yəni bu hakimiyyət bunu istəyir və o da olacaq. Allaha and olsun. Çünki Qarabağı alan da Azərbaycan əskəri olub, Azərbaycanlılar olub və dövlətimizin bərpa olunması üçün, respublikamızın bərpa olunması üçün də Azərbaycanlılarıq. Biz eyni metoddan istifadə edə biləcəyik 100%. Bildin? İlxoz kalxozdur. Dəngəli. Sözünü deyil. Mən də öz növbəmdə siyasi, əsas olur ki, siyasi sözünü düz, haqqını tələb edən insanları azad eləmək lazımdır. Yəni şərliyi böhtan atıb onlara həbs etmək lazım deyil. Bəli. 95% deyir ki, işsizlik yoxdur. 95%. Amma 95% işsizdir insanlar, acdır insanlar. Mən də öz növbəmdə son nəfəsimə kimi sözümü deyib etiraz edəcəm. Bu sülalə şərəfsiz deyək. Bəli. Rədd olub getməlidir. Vəssalam. Dostlar, axırıncı olaraq belə çox cür yox, insanları qorxutmadan belə Azərbaycana azadlıq, rədd olsun diktatura. Azərbaycana azadlıq, rədd olsun diktatura. Bəli. Mütləq olacaq. Gözəl və hörmətli izləyicilərimiz, izləyin, paylaşın, dostlara çatdırın. Yəni, yenə deyirəm, biraz fəxr ediləsi olmasın. Siz bizim mübarizəmizlə, mən şəxsən özümü deyirəm, fəxr eləməlisiniz. Bu vətəni sevən hər bir Azərbaycanlı, bu vətənin azadlığını sevən, azadlığını istəyən, ədalətini istəyən, demokratiyasını istəyən hər bir Azərbaycanlı şəxsən fəxr etməlidir ki, illərdir biz bu meydandan çəkilmirik. Şərəflə, namusla mübarizə aparırıq. Toplaşanlar fərqli insanlar ola bilər. Amma yenə də fikir verin, biz yenə burada 10 nəfərik. Və arxada da olanlar var, kameraya düşmək istəməyənlər var. Mən bunu bilirəm, dəqiq bilirəm. Və onların da haqqı var ona. Çünki Azərbaycanda və Azərbaycandan kənarda bu sülalə elə bir şərəfsiz mübarizə aparır ki, bizim kimi şərəfli insanlara qarşı. Hər bir insan hər şeyi qurban verməyə, bütün körpüləri yandırmağa cürət etmir. Çünki insan övladı fərqlidir. Amma mən mübarizəmdən, eyni türlü mübarizəmdən çəkilmirəm və çəkilməyəcəm də bunu sizə söz verirəm. Azərbaycana azadlıq. Bu qədər. Öpürəm, bağrıma basıram. Videonu paylaşmağı unutmayın.